Hacıqabul rayonunda 1-ci Quşçuluq Festivalı keçirilib. Festival Hacıqabul rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Festivalda rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak edib. Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindi Yətəmov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq onları bayram münasibətilə təbrik edib. Rayon rəhbəri öz çıxışında gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayıb. O, Novruz bayramının önəmindən və rituallardan danışıb. Daha sonra mərasimdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycanda aparılan aqrar islahatlar barədə video çarx təqdim olunub. Festivalda çıxış edən Milli Məclisin vitse-spikeri Rafael Hüseynov ilk dəfə keçirilən Quşçuluq Festivalının əhəmiyyətinə toxunaraq bildirib ki, Hacıqabul rayonunda fəaliyyət göstərən Hacıqabul Quşçuluq Şirkəti bu il 50 illik yubileyini qeyd edir. Hazırda fabrik tam gücü ilə öz fəaliyyətini davam etdirir. Yumurta istehsalı sahəsində Hacıqabul rayonu ölkə üzrə ən qabaqcıl yerlərdən birini tutur. Daha sonra millət vəkilləri Tahir Rızayev, Razin Uğrullayev, Azərbaycan Quş Əti Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli 1-ci Quşçuluq Festivalının keçirilməsinin əhəmiyyətindən danışdılar. Rayon sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etdilər. Festival çərçivəsində həmçinin Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində uzun müddət çalışan əməkdaşlar təltif olundular. Hacıqabul rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarənliyi ilə yadda qaldı. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını bildirdilər. Belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bu festivalın əsas məqsədi kənd təsərrüfatını, xüsusilə də quşçuluq sahəsinin inkişafına təşviq etmək və əhaliyə, insanlara gözəl bayram ahval-ruhiyyəsi yaşatmaq üçündür. Çox gözəl təşkil ediblər. Hər şey, bütün məhsullarımız təqdim olunur burada. Arzu edirik ki, belə tədbirlərimiz çox olsun. İlk dəfədir Hacıqabul rayonunda keçirilir belə bir festival. Əlbəttə ki, keçirilməsi hər kəsin xoşdur, ən çox da uşaqlarımız üçün. Qədim adət-ənənələrimizi bilmək hər bir kəsə məncə yaxşı təsir bağışlayır. Bu cür festivalların müstəqil Azərbaycanda, ərazi bütövlüyümüz bərpa olunmuş Azərbaycanda, Qarabağı azad olunmuş Azərbaycanda keçirilməsi çox təqdirə layiq qaldı. Çox sevindiricidir bizlər üçün. Bu cür festivallar Hacıqabulda quşçuluğun inkişafına bir dəstəkdir. Axarlı olsun. Festivalda xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirildi. Ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olundu. Bayram şənliyi Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızının meydana daxil olması ilə daha da rəngarəng və şən ovqat aldı. Tədbirdə rayon məktəblərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri təqdim olundu. Festivalın sonunda atəşfəşanlıq təşkil olundu. İsmail Cəfərli, Kürçaylı Məmmədov, Hacıqabul.